Sizə desələr ki, məktəbdə öyrəndiyimiz o sonsuz, hər saniyə dayanmadan genişlənən kainat anlayışı əslində mövcud deyil. Reaksiyanız necə olar? Aha, yəqin ki, çox adam təəccüblənər. Çünki biz həmişə fərqli bir şey öyrənmişik. Düzdür. Təsəvvür edin ki, bəlkə də bizim başımızın üstündəki bu sonsuzluq, yəni o nəhayətsiz qaranlıq boşluq, əslində çox dəqiq hesablanmış, -270 dərəcəlik bir termostatla qorunan, qapalı bir memarlıq strukturudur. Salam, dəyərli dinləyici. Bugün əlimizdəki qeydləri dərindən araşdırarkən, elmin bəlkə də ən toxunulmaz hesab etdiyi bir mövzuya, böyük partlayış nəzəriyyəsinə fərqli bir pəncərədən baxacağıq. Yəni, elmin böyük partlayış anlayışının nə qədər məhdud ola biləcəyini müzakirə edəcəyik. Düşünürsünüzsə, bugünkü müzakirəmiz o təsəvvürləri tamamilə alt-üst edə bilər. Çünki qarşımızdakı qeydlər müasir astrofizikanın və materialist elmin böyük məhdudiyyətlərini göstərən alternativ bir model təqdim edir. Və bu model əslində ənənəvi paradigmalara çox ciddi suallar verir. Müəllimin əsas iddiası odur ki, elmin ən böyük zəifliyi hər şeyi xaotik, nəzarətsiz bir fiziki partlayış kimi görməsidir. Materialist elm bütün fəzanın, zamanın, belə deyək də, maddənin ağlasığmaz dərəcədə sıx bir nöqtədən əmələ gəldiyini deyir. Lakin bugün incələyəcəyimiz qeydlər bizə xaos əvəzinə çox dəqiq, riyazi və məhdud bir işıq paylanması konsepsiyasını təklif edir. Yaxşı, gəlin biraz geri çəkilək və əvvəlcə elmin iddia etdiyi o başlanğıc nöqtəsinə baxaq. Standart astrofizikaya, xüsusən də Lemetrin ideyasına görə, kainatın ilkin halı singulyarlıq adlanır. Yəni həcm sıfırdır, amma bütün kainatın kütləsi o sıfırın içinə sıxışıb. Düzü, bu biraz absurd səslənir. Bəli, məhz bu səbəbdən qeydlərdəki rəqəmləri dinləyicilərimiz üçün səsləndirmək istəyirəm. Baxın, astrofiziklər iddia edir ki, başlanğıcda sıxlıq 1 sm kubumda 5 vurulsun 10^93 qram olub. İlkin temperatur isə 10^32 Kelvin. Bu rəqəmlər həqiqətən də təsəvvürə gəlməzdi. Yəni mən başa düşürəm, kosmosu öyrənəndə böyük rəqəmlərlə işləyirik. Amma əlimizdəki mənbə deyir ki, kainat heç vaxt belə bir dərəcədə absurd Planck epoxası yaşamayıb. İlkin temperatur cəmi 2-3 min Kelvin olub. Yaxşı, bəs elm niyə bu qədər şişirilmiş rəqəmlərə ehtiyac duyur? Əslində, qeydlərdə bu vəziyyət materialist elmin böhranı kimi qiymətləndirilir. Məsələ burasındadır ki, astrofiziklər nisbilik nəzəriyyəsini geriyə doğru hesablayanda müəyyən bir nöqtədə riyaziyyat sadəcə çökür. Tənliklər sonsuzluq verir, düzdür? Bəli, tamamilə. Elm isə bu riyazi çöküşü singulyarlıq adlandırır və onu fiziki bir reallıq kimi bizə təqdim edir. Mənbə iddia edir ki, kainatı sadəcə maddənin öz-özünə inkişafı kimi izah etməyə çalışdıqları üçün bu cür, necə deyərlər, absurd rəqəmlərin arxasında gizlənməyə məcbur olurlar. Yəni deyirlər ki, bu kainatın fiziki başlanğıcı deyil. Düzdür. Müəllifə görə bu riyazi örtbasdır əslində materialist elmin ilkin səbəbi, yəni yaradanı izah edə bilməməsindən irəli gəlir. Riyazi xətasını kosmik bir hadisə kimi bizə sırmağa çalışır. Bəs bu məntiqlə astrofiziklərin ən çox sevdiyi başqa bir fakta, Hubble qanununa necə yanaşmalıyıq? Axı bizə həmişə deyirlər ki, galaktikalar bizdən uzaqlaşır və əgər uzaqlaşırsa, deməli kainat şar kimi şişir. Bəli, standart məntiq bunu diktə edir. Amma qeydlər buna çox maraqlı bir cavab verir. Oxuduğumuz mənbədə buna sadə bir analogiya var və dinləyicilərimiz bunu asanlıqla təsəvvür edə bilər. Baxın, təsəvvür edin ki, siz böyük, qapalı bir stadionun içindəsiniz. O məşhur stadion analogiyası. Bəli, futbolçular o stadionun daxilində müxtəlif istiqamətlərdə qaça bilərlər, bir-birlərindən uzaqlaşa bilərlər. Lakin futbolçuların, yəni galaktikaların bir-birindən uzaqlaşması beton stadionun divarlarının harasa getdiyi anlamına gəlmir. Yəni stadionun özü böyümür axı. Çox açar bir analogiyadır. Müəllifin baxış bucağı da elə budur. O qeyd edir ki, elmin əsas yanılması miqyasları bir-birinə qarışdırmasıdır. Yəni necə? Baxın, yerli müşahidələrimizdə galaktikaların uzaqlaşmasını görməyimiz sadəcə kainatın daxilindəki dinamikadır. Amma standart model bunu götürüb kainatın səhhədlərinə aid edir. Deyir ki, fəza sonsuz şəkildə genişlənir. Mənbəyə görə isə Einstein ümumi nisbilik nəzəriyyəsində səhv yol verib. Yəni o, yalnız məhəlli fəzalara aid olan hərəkəti bütün kainata şamil edib, eləmi?
Tamamilə düzdür. Stadionun içindəki qaçışı stadionun qaçışı kimi qələmə verib. Mənbə deyir ki, Einsteynin zaman ölçüsünü bütün sistemə tətbiq etməsi əslində vahid bir kosmik saatın inkarıdır. Kainat sonsuz deyil, onun məhdud, kənarları olan qapalı bir sistem olduğu vurğulanır. Yaxşı, bəs əgər kainat sonsuzluğa qədər genişlənən bir şar deyilsə, onun forması necədir? Yəni, bu kosmik stadionun şəkli nəyə oxşayır? Mənbə çox konkret bir forma verir. Bəli, qeydlərdə deyilir ki, kainat xaosla yox, mərkəzdən sağa və sola doğru yönələn bir ağ işıq, bir nur paylanması ilə yaranıb. Və bu proses 6 mərhələdə, yəni 6 müddətdə tamamlanaraq qapalı bir ellipsoid forması alıb. Yəni yumurtaya bənzər bir forma. Lakin burada məni ən çox təəccübləndirən mətndəki o spesifik riyazi düstur oldu. Aha, həmin o 6,75 rəqəmi. Bəli, n bərabərdir VE bölünsün VK düsturu. Müəllif iddia edir ki, kainatın hazırki həcminin ilkin başlanğıc anındakı o işıq kürəsinin həcminə nisbəti düz 6,75-ə bərabərdir. Niyə məhz 6,75? Bu rəqəm bizə nəyi izah edir? Bilirsiniz, qeydlərdə bu rəqəm kainatın arxitektura sərhəddini göstərir. Yəni, kainat sonsuzluğa qədər partlayaraq dağılmayıb. O, müəyyən bir dizayna çatanda genişlənməsini dayandırıb. İlkin həcmindən sadəcə 6,75 dəfə böyüyərək məqsədyönlü bir struktur formalaşdırıb. Yəni, çox məhdud və hesablanmış bir böyümə. Bəli. Və burada mənbənin vurğuladığı ən əsas məsələ işıq və od arasındakı fərqdir. Standart elm böyük partlayışı nəhəng bir termonüvə yanğını kimi, dağıdıcı bir od kimi təsəvvür edir. Amma od aqressivdir, yandırıcıdır və sonda xaos yaradır. Mənbə isə mərkəzə işığı qoyur. Düzdür. Çünki işıq sadəcə enerjini yox, həm də informasiyanı və dizaynı özündə daşıyır. Yəni bu, kortəbii bir partlayışdan çox bir növ kosmik memarlıq layihəsinin icrasıdır. Mən bunu belə başa düşürəm ki, əgər hündürmərtəbəli bir bina tikmək istəyirsinizsə, materialları mərkəzə yığıb, altından dinamit partlatmırsınız. Bunu çox dəqiq, ölçülü şəkildə kənarlara doğru inşa edirsiniz. Tam olaraq belədir. Amma mənim dərhal ağlıma fizika ilə bağlı sadə bir sual gəlir. Əgər bu doğrudan da 6,75 dəfə böyüyüb, dayanmış qapalı bir ellipsoiddirsə, bəs bu struktur necə fəaliyyət göstərir? Axı cazibə qüvvəsi var. Qapalı sistemdə bu qədər galaktika zamanla niyə bir-birinə cəzb olunub, nəhəng bir qara dəliyə çökmür? Mənbə bu suala kainatın daxili təşkilatlanmasını çox fərqli bir mexanizmlə, müqəddəs rənglər adlandırdığı zonalarla izah edərək cavab verir. Aha, o rəng xəritəsi məsələsi. Bəli. Qeydlərə görə bu ellipsoid sadəcə boş bir qab deyil. O, müxtəlif tezlikli enerji qatlarına, yəni rənglərə bölünür. Ən mərkəzdə, yəni ən yüksək mərtəbədə ağ zona yerləşir. Bu, yaradanın təmiz işıq və sükunət məkanıdır. Oradan aşağıya doğru açıq göy, yəni mavi zona gəlir ki, bu da yuxarıdakı mənbəyə bağlılığı təmsil edir. Daha sonra isə yaşıl zona gəlir. Qeydlərdə yaşıl zonanın yaradıcı mühit olduğu bildirilir. Yəni, həyatın, planetlərin var olduğu yer. Amma mənə ən maraqlı gələn sizin bayaq qeyd etdiyiniz o cazibə təhlükəsinin qarşısını alan qat oldu. Müəllif bunu tünd qırmızı, yəni gilanar rəngli zona adlandırır. Səhv etmirəmsə, bu zona proses yaddaşı kimi fəaliyyət göstərir. Bu nə deməkdir əslində? Baxın, müəllifin modeli ilə bu zonaların hər biri fərqli bir funksiyadır. Tünd qırmızı zonanın əsas rolu maddənin sonsuzadək bir yerdə toplanıb, sistemi çökdürməsinin qarşısını almaqdır. Yəni, maddə ölçüsünü doldurduqda, bu zonanın tezliyi sayəsində parçalanır və yenidən emal olunaraq əvvəlki zonalara, məsələn, yaşıl və mavi zonalara geri qaytarılır. Yəni, heç nə etmir. Kosmik bir təkrar emal zavodu kimi. Düzdür, təbiətdəki su dövranının çox mürəkkəb kosmik versiyası kimi düşünə bilərsiniz. Və ən alt qatda isə qara zona, yəni ilkin qaranlıq yaddaşı dayanır. Yəni, bu rəng zonaları boşluqdakı rəsmlər deyil, kosmik bir immunitet sistemi kimi fəaliyyət göstərən enerji təmizləyiciləridir. Amma siz bayaq qaranlığı qeyd etdiniz, mətndə qara varlıq deyə bir anlayış var. İlkin partlayış anında o ağ işıqdan bir qara varlığın ayrıldığı deyilir. Mən bunu oxuyanda ağlıma dərhal mifologiyadakı o xəbis güclər, qılıncla işığa qarşı vuruşan obrazlar gəldi. Bu, doğrudan da şuurlu bir düşməndir.
Xeyr, əslində mənbə fəz bu ənənəvi baxışı inkar edir. O qara varlıq heç bir silahlı düşmən və ya şeytan fiquru deyil. Müəllif bunu daha çox metafizik və eyni zamanda fiziki bir qanuna uyğunluq kimi təsvir edir. Biraz aça bilərik bunu. Təbii, fizikada entropiya deyilən bir anlayış var, yəqin eşitmisiniz. Hər bir sistem zaman keçdikcə dağınıqlığa, sükunətə və enerjisini itirməyə doğru meyl edir. Qeydlərə görə, qara varlıq da məhz o ilk işıq müdaxiləsindən əvvəlki qaranlıq və hərəkətsiz halın yaddaşıdır. Onun məqsədi müharibə aparmaq deyil, sadəcə hər şeyi o ilkin ətalətə, qaranlığa doğru dartmaqdır. Çox maraqlıdır. Deməli, o, ölü bir sükunətə meyl edən təbii ətalət qüvvəsidir. Və ağ işıq mütəmadi olaraq bu dövriyyə vasitəsilə kainata nəbz kimi vurularaq o qaranlığın üstün gəlməsinin qarşısını alır. Lakin mənim üçün burada ciddi bir paradoks yaranır. Hansı mənada? Biz deyirik ki, bu ellipsoidin içi işıqla dizayn edilib, enerji dövr edir, yaradanın nuru hər yeri idarə edir. Əgər hər tərəf belə aktiv, yaradıcı bir nizamla təchiz olunubsa, bəs niyə kosmos belə dondurucu dərəcədə soyuqdur? Niyə açıq fəzada temperatur -270 dərəcə Selsidir? Beni kosmik fon şüalanması adlandırır və deyir ki, bu sadəcə böyük partlayışdan qalan bir qalıqdır. Yəni ocaq sönüb və bu soyuqluq onun külüdür. Aha, düzdür. Lakin müəllif tamamilə fərqli bir mexanizm təklif edir. O iddia edir ki, bu soyuqluq qalıq yox, aktiv işləyən bir termostatdır. Gəlin bunu dinləyicilərimiz üçün canlandıraq. Siz bunu necə təsəvvür etməlisiniz? Baxın, təsəvvür edin ki, buzdan inşa edilmiş çox nəhəng bir otelin içindəsiniz. Oteldə işıqlar yanır, hər kəs hərəkət edir, amma binanın bütövlüyü onun divarlarındakı temperaturun sabit qalmasından asılıdır. Mənbə iddia edir ki, əgər kosmosun temperaturu 3 Kelvin yox, müsbət 3 dərəcə Selsi olsaydı, o ellipsoidin arxitekturası məhv olardı. Məhz elədir. Çünki istidən maddənin həcmi böyüyər, planetlərin sürəti artar və kainat nəzarətsiz şəkildə böyüyərək son nəticədə alova bürünüb partlayardı. Yəni bu dondurucu soyuqluq buz oteli ayaqda saxlayan qoruyucu bir karkasdır, sadəcə kül deyil. Bu həqiqətən də mükəmməl bir mühəndislik mexanizmidir. Astrofizika bunu görəndə adətən antrop prinsipi deyilən bir cavab verir. Yəni, elm deyir ki, bəli, kainat o qədər dəqiq hesablanıb ki, bircə dərəcə fərq olsa həyat olmazdı. Lakin bu sadəcə bir təsadüfdür. Aha, yəni təsadüfən belə alınıb. Bəli. Lakin mənbə maddənin şuursuz olmasını inkar edir. İddia edir ki, maddə heç bir plan olmadan özünü -270 dərəcəyə mükəmməl şəkildə nizamlayıb bu strukturun dağılmasının qarşısını ala bilməz. Bu yalnız vəhdətin, yəni ilahi dizaynın bir göstəricisidir. Və bu idarə etmə təkcə temperaturla yekunlaşmır. Qeydlərdə -270 dərəcəli termostatı qorumaq üçün başqa bir şok edici detal var. Astrofizika, səmada gördüyümüz hər parlayan nöqtəyə ulduz deyir. Amma müəllif israr edir ki, bütün kainatda cəmi 6 aktiv sistem var. Bəli, bu çox cəsarətli bir iddiadır. Özü də necə? Yəni, bizim yer və günəş sistemimiz kimi özündən fəal şəkildə istilik və işıq ayıran cəmi 6 mərkəz. Qalan o milyardlarla ulduzlar isə əslində passiv nüvələrdir. Düşünəndə adamın beyni qarışır. Biz teleskopla baxanda onların yandığını görürük axı. Niyə mənbə onları passiv adlandırır? Çünki bu, birbaşa həmin o kosmik termostatla bağlıdır. Əgər kainatdakı hər bir ulduz bizim günəş kimi aktiv, yandırıcı enerji mənbəyi olsaydı, o zaman kosmosun temperaturunu -270 dərəcədə saxlamaq fiziki olaraq mümkünsüz olardı. Deməli, sistem isinərdi. Bəli, sistemin daxili istiliyi həddindən artıq yüksələr və o ellipsoid partlayardı. Müəllifə görə, o trilyonlarla obyektlər enerjini yandırıb sərf edən mərkəzlər deyil, enerjini toplayıb saxlayan, passiv balansı qoruyan məkandır. Hər şey sadəcə o 6 aktiv sistemi qorumaq üçündür. Materializm yalnız nə baş verir sualına cavab axtarır. Amma mənbə niyə və necə suallarına cavab verərək böyük şuurlu mexanizmi göstərir. Gəlin, bugün qeydlərdən çıxardığımız nəticələri bir araya toplayaq. Biz bugün gördük ki, elmin o məşhur böyük partlayış anlayışının ən böyük zəifliyi, hər şey yalnız maddə çərçivəsində xaotik bir təsadüf kimi izah etməyə çalışmasıdır.
Riyaziyyatın sonsuzluqlarına sığınaraq, yaradılış anını qaranlıq bir singulyarlığın içinə sıxışdırmaq mənbəyə görə əslində bir çarəsizlikdir. Düzdür, bu mənbə bizə kainatın kör təbii genişlənən bir boşluğu olmadığını göstərir. Bəli. O, riyazi olaraq 6 tam %75 dəfə böyümə ilə limitlənmiş, rənglərlə kodlaşdırılmış və termodinamik olaraq mükəmməl qorunan qapalı bir ellipsoiddir. Və bu mürəkkəb mexanizmin mərkəzində xaos yox, hər şeyi bağlayan bir vəhdət, ilahi işıq dayanır. Əlavə etmək istəyirəm ki, mənbəyə görə biz bu nəhəng dizaynın daxilində pasiv müşahidəçilər deyilik. Kainat bizi yox etməyə çalışan bir xaos maşını deyil, əksinə bizim varlığımızı qorumaq üçün tənzimlənmiş bir sistemdir. Tamamilə razıyam. Və məhz bu düşüncə ilə bugünkü dərin təhlilimizi yekunlaşdırmaq və sizi, əziz dinləyici, tək başına bir sualla baş-başa buraxmaq istəyirəm. İncələdiyimiz mənbədə çox təsirli bir ifadə var. İddia olunur ki, bütün bu kainatı idarə edən o ilk ağ işıqdan, yəni Yaradanın nurundan bir kiçik pay sizin sinənizdə də var. Qara varlığın, yəni kainatdakı o soyuq ətalətin hücumlarından sizi içərdən qoruyan məhz həmin işıqdır. Buna görə də sizdən bir şey xahiş eləyəcəm. Növbəti dəfə aydın, bulutsuz bir gecədə başınızı qaldırıb səmada parlayan o ulduzlara, o səssiz sonsuz qaranlığa baxdığınızda bir anlıq düşünün. Bəlkə də kosmosun o dondurucu, mənfi 270 dərəcəlik soyuqluğu və ulduzların o əbədi sükunəti sadəcə ölü bir boşluq deyil. Bəlkə o sükunət məhz sizin daxilinizdə gəzdirdiyiniz o kiçik işıq qıvılcımını yanğınlardan, xaosdan qorumaq üçün dizayn edilmiş nəhəng sevgi ilə tənzimlənmiş canlı bir mexanizmin səsidir. Əgər kainat doğrudan da sizin sinənizdəki ilə eyni işıqla nəfəs alırsa, o zaman sizin bu kainatdakı rolunuz kəmardan baxan bir tamaşaçı olmaqdan daha böyük deyilmi? Mütləq bu barədə düşünün. Bugünlük araşdırmamızdan bu qədər. Növbəti görüşənədək.